İsmail rayonunda Kapital Bank tərəflərdə 6 sotda belə bir həyət evimiz satılır. Ev tikilib, üstü örtülüb, qalan işi qalıbdır. Bax, 6 sot buradan bu hissədir. Belə. Yəni evin də buradan zabor olacaq. Göstərdiyim bu ağacın dışından belə. Zabor olacaq. Bu tərəfdən də yeri var, evin ətrafına fırlanmağa. Zaborun dəmirləri falan da var burada. Bu tərəfdən də yeri var. Və bu tərəfdən də boş yeri var. Yəni 4 bir tərəfi boşdadır evin. Rahat şəkildə. Podvala giriş üçün yer. 5 daş kürsülü evdir. Tikilib, üstü örtülüb, pərdələr atılıb, qalan işi qalıbdır. Kəməri falan hamısı öz qaydasında. Bütün otaqların hamısının pərdələri yerində. Sanitar qovşağıdır bura. Ora mətbəx. İndi pərdə, yəni pərdənin üstünə keçib getmirəm. Bir yataq otağı oradadır, bir yataq otağı burada. Burada zal. Nə istəyən olsa, məsəl üçün, bura sanitar qovşağı, buranı studiya, mətbəx, zal da eləyib, oranı uşaq otağı da eləyə bilər. Yəni biraz genişdir. Normaldır. Yəni beləncəsində təşkilat bardan tikilmiş evdir. Amma kəməri zada hər şeyi öz qaydasında. Şəxsi tikilidir, sadəcə pula ehtiyac var deyənə satılır. İsmail rayonunun özündədir, Kapital Bank tərəflərdə 6 sotdadır. Bir daha xatırladım. Və evi bir dənə soldan da çəkim tam şəkildə.